Kim xanım Zəhraya kömək eləsəydi canı təhlükədə olardı. Məsciddə Həzrət Zəhra çıxış elədi. Məni ən yandır. Mən üçün roza budur. Roza budur. Müzakirə edirlər, qapıya hücum olub, olmayıb. Olub, yazılıb tarixdə. Amma mənim üçün roza budur. Budur. Müsibəti budur Həzrət Zəhranın. Məsciddə danışır, haqqını sübut eləyir. Haqqını sübut eləyəndən sonra o şəxs deyir ki, mən razı, fəday sənin. Amma görək cəmaat nə deyir? Görək cəmaat nə deyir? Cəmaat nə desə, onu eləyəcəm. Cəmaatdan bir üstünə tələb olunurdu. Dursunlar desinlər, Fatimə düz deyir, bir cümlə. Görək cəmaat nə deyir? Xanım Zəhra baxır cəmaata. Ay cəmaat, nə deyirsiniz? Baxdı, gördü ki, hamı başını salıb aşağı tərpənmir, başını qaldırmır. Bax, budur roizəsi Həzrət Zəhra.